Normal bir ailədə idim, İslam ailəsində. Əslində İslam ailəsi idi, amma heç bir ibadətlə məşğul olmurdu. 20 yaşım var idi və tələbə idim. Biz məktəbdə təcrübə keçmək üçün gəmi ilə dənizə çıxmışdıq. Deməli, biz orada olanda mənim bir yaxın dostum və tələbə yoldaşım iman etdi, İsa Məsihi qəbul etdi. Mən o insanlara dedim ki, ona qulaq asmayın, o düzgün yolda deyil. Və sonra biz tələbəlikdən qayıtdıq və bir yerdə qaldıq, artıq təcrübəni bitirdik. Və demək olar ki, mən hər gün onunla mübarizə apardım ki, sən düz etmirsən. Amma elə oldu ki, bir dəfə o kilsədən gələndə bir vəz gətirdi, pastorun vəzi. Və həmin vəzə mən qulaq asmağa başladım, sadəcə hörmət olaraq. Vəzin mövzusu günah haqqında idi. Mən bilirdim ki, günah var, amma özümü günahkar görmürdüm. Amma həmin vəz vasitəsilə Allahın müqəddəs ruhu mənim daxilimə toxundu və mən nə cür bir günahkar olduğumu gördüm. Və həmin an anladım ki, mən bu dəqiqə ölsəm, mən cəhənnəmə gedirəm və mənim sonum cəhənnəmdir. İsa Məsihdən öncə ümumiyyətlə xilas haqqında düşünmürdüm. Bütün insanlar kimi düşünürdüm ki, müəyyən bir yaş həddinə çatandan sonra mən ibadət edərəm. Amma İsa Məsihə iman edəndən sonra, öz günahkarlığımı dərk edəndən sonra mən başa düşdüm ki, İsa Məsihsiz xilas mümkün deyil. Biz öz gücümüzlə, öz salihliyimizlə, öz əməllərimizlə əbədi həyatı əldə edə bilmərik. Və mən anladım ki, İsa Məsih çarmıxda qüsursuz bir qurban olaraq mənim günahlarıma görə qurban gedir. Mən başa düşdüm ki, İsa Məsih yeganə xilaskardır ki, məni bu ölü bədəndən, ölü ruhdan azad edib Allahın dərgahına apara bilər. İsa Məsihə iman edəndən sonra mənim qarşımda seçim var idi, ailəm və yaxud İsa. Mənim üçün həm çətin idi, həm asandır. Atam tərəfindən ən çox o təzyiqlər idi, hansı ki, 2 dəfə məni övladlıqdan rədd elədi və mənim qarşıma bir seçim qoymuşdu, ya İsa, ya sənin ailən, və mən İsanı seçdim. Və mən seçim edib İsanı seçdim, amma bir müddət sonra Rəbb öz ailəmi mənə qaytardı. İnsan olaraq mənim İsa Məsihi qəbul etməyim mənim üçün çətin idi. Çünki mənim üçün yad biri idi o. Amma biz müqəddəs kəlama baxırıq ki, İsanı qəbul etmək, İsa'ya iman etmək bu insan işi deyil. Bu Ata Allahın insana açdığı bir sirdir. Bəli, mən insan olaraq İsanı qəbul etmək mənim üçün çətin idi. Çünki bizim mədəniyyətə yad bir adam idi. Amma Allah mənə öz həqiqətini açdığı üçün bu heç də çətin olmadı. Beləcə də İslam dünyasında müsəlmanların İsanı qəbul etməsinin asan və yaxud da çətinliyinə nəzər salsaq, bu əslində düzgün yanaşma deyil. Çünki İsanı qəbul etmək, bu dinindən, irqindən asılı olmayaraq, bu Allahdan asılı olan bir şeydir və Allah üçün çətin bir şey yoxdur. İnsan üçün çətin olan Allah üçün asandır. Ona görə bu düzgün mənim üçün yanaşma deyil ki, müsəlmanlar İsanı daha çətin qəbul edir, başqa inanclar daha asan. Çünki bu cür yanaşsa, onda xilas insan işidir. Bu Allahdan asılı olduğu üçün bu Allahın seçimidir və burada heç bir çətinlik yoxdur. Mən Allahı sadəcə biliklə deyil, görərək, əminliklə, imanla qəbul edirdim. İsa mənim xilaskarım, İsa mənim Rəbbim, Allahım, qurtarıcım, İsa mənim həyatım, İsa mənim hər şeyimdir.